Ad günündən qalan hədiyələri bir hədiyyə açılım videosu olaraq paylaşmaq istedim. Bunu bundan əvvəl də ad gündən əvvəl də planlaşdırmışdım. Hətta orada çəkəcəkdim, amma alınmadı. Və evdə qismətlərindən düşdüm. Demək olar ki, çəkmək istəmədim. Amma yorumlarda gördüm ki, bu istənilir. Kimə maraqlıdır, kiməsə maraqlı deyil. Mən bunu ürəyimdən gəlir ki, çəkim. Göstərim, kimin hədiyəsidir bilmirəm. Qətiyyən. Tək var ki, içərisində bəzi hədiyələri bilirəm ki, kim alır. İlk öncə əlimə gələn ilk bir şey var. Belə bir şeydir. Bu kilitli bir dəftərdir. Həqiqətən çox gözəldir. Bunu açın deməm. Yaxşı. Bəzi hədiyələr var ki, artıq açmışam. Bu artıq məlumdur ki, hər kəsə bu nədir. Amma məndə bir dənə də var. Çox sağ olun. Həqiqətən gözəl bir hədiyyədir. Və indi əlimə gələn bir hədiyyədir. Bu da bir hədiyyədir. Və sonra toxumuz var. Və sonra burada bir hədiyəmiz daha var. Bu da çox gözəl hədiyədir. Həqiqətən də hədiyyənin böyüyü və kiçiyi olmaz. Bu doğru sözü. Və böyük hədiyyədən insan sevindirir, kiçik hədiyyədən. Bir hədiyəmiz daha. Artıq burada bir saatdır. Bundan açın. Çok zövqlü bir hədiyədir. Və yanında bir də biləziyi var. Bu da çox gözəldir. Sonra burada bir orbaq. Və sonra burada bir hədiyəm daha var. Çox gözəldir. Ondan sonra bir hədiyəm daha. Hədiyəm çok güzel ve zövqlü bir hədiyədir. Burada gördüğünüz çok aksesuar var. Bu aksesuarlarda artıq hər kəs bilir ki, mənim aksesuar sevgimi. Burada bir bədən spreyi var. Bədən spreyi olmalıdır. Gözəldir. Ondan sonra bu hədiyəmi göstəreyim. Bu hədiyəmdə içində duş geli. Bax bu hədiyəm. Gözəldir. İçində müxtəlif əşyalar var. Bir setimiz var. Çok güzeldir. Sonra saçlarım. Bu bunlar çok hoşuma geldi bu renkte. Nefes almamışım yani bura. Bu da çok güzel bir hediyemiz. Ondan sonra burada hediyemiz daha var. Hadi şunu göstereyim. Bu da hakikaten çok güzel bir hediyedir. Ben bu güzel pijama hediyem çok hoşuma geldi. Daha var. Aşağıda içinde. Ve sonra burada bir Victoria's Secret setimiz var. Kokusu, kremi, vesaire bir seti. Ayçimiz var. Burada bir tane daha. Bir tane daha. Bunları bilirim. Şimdi aldım ama yalnız onu bilmirəm. Ondan sonra böyle bir çantamız. Bu hakikaten çok güzel bir rengi var. Formasına göre o çantanın rengini bunu çok sevdim. Bir tane güzel rengi bir çantamız var. Onu da göstereceğim. Ondan sonra böyle bir hediyemiz. Bunu ışığın yanından bir de güzel görsənir ki, bunu mən yandırıb burada saxlamaq istəyirəm. O qədər gözəldir yəni. Sonra renk gözəl olan bir çanta daha. Bunu mənim bacım alıb mənə. Burada annişim. Sonra bir hədiyemiz daha. Bu hədiyyəni kim oldu bilmirəm. Bu çox gözəldir. Deyəsən bilirəm bunu. Bunu yandırıb göstərmək. Bu hədiyyəm daha. Bu çox gözəl bir köynəkdir. Mən belə köynəklər giymək sevirəm ama bunun yüzdeler üstündeki çizgi karakter giyinmediğim bu. Hakikaten çok güzeldi. Bunu sevdim, onu çok sevdim. Sonra burada bir hədiyemiz daha var. Çok güzeldi. Ama ben bilən düzəltlərim, bunu kim düzəltləri bilirəm. Bunu en sevdiğim bir şəkil var, bunu bilənlə düzəltdirəcəm. Bu belə deyil. Ondan sonra bir fırça setim. Ha? Hayır. Telefon donuyor, nədir? Bir hədiyemiz daha. Bunu da kim oldu bilmirəm. Bunu konuşam. Bunları indi yandırıb sizə göstərəcəm. Ve bu da bizim sabah hediyelerimiz. Ne diyorsun? Mən burada danışarkən artıq mikrofon işləmirdi və heç bir səsi qeydə almırdı. Mən burada hədiyyələr üçün təşəkkür edirəm və pul verməyi tərcih edənlər haqqında danışıram və sonunda da təşəkkür edib videonu bitirirəm.